Erməni lobbisinə sızan məşhur türk aktrisa. Filiz Akın Ankaraya hansı məlumatları ötürüb? 2025-ci il martın 21-də vəfat edən məşhur türk aktrisası Filiz Akınla bağlı səsləndirilən iddialar diqqət çəkib. Onun və atasının Türkiyə Milli Kəşfiyyat İdarəsinin casusları olduğu bildirilir. 2 yanvar 1943-cü ildə Ankarada dünyaya gələn Filiz Akının atası Ağır Cinayətlər Məhkəməsinin hakimi Beki Sami Akının həm də MİT-ə çalışdığı iddia edilir. Yeşilçamın 4 yarpaqlı yoncasından biri adlandırılan Filiz Akının orta təhsilini MİT-in himayəsi altında Ankarada Türkiyə Təhsil Dərnəyi adlı kollecdə tamamladığı deyilir. O, təhsil müddətində ingilis, fransız və alman dillərini yüksək səviyyədə öyrənib. Məlumata görə Akın kollecdən məzun olduqdan sonra xarici dil biliyi yaxşı olduğu və Avropalılara bənzədiyi üçün əcnəbi bir turizm şirkətinin Ankara bürosuna tərcüməçi kimi sızdırılıb. Hətta Türkiyənin ən məşhur aktyorlarından Çərkəz əsilli, Almanca, İngiliscə və Rusca bilən Edis Hunun da təşkilat tərəfindən eyni şirkətə Filiz Akınla birlikdə yerləşdirildiyi iddia olunur.